səsi üzürlü sayın. Herkese salamlar dostlarım, necəsiniz? Ümidvaram ki, yaxşısınız. Bugün millət sizinlə birlikdə bugün yeni gələcək etkinlikləri paylaşacağım. Like atıp kanalımıza abunə olub bildirim zilini açmayı unutmayın. Bugün çoxluca yeni gələcək etkinlikləri paylaşacağım. Mumyadan ET dərəcə sezonunda nə verilir? Onda buna hər şeyi tam net şəkildə paylaşacağım. Bunun üçün siz bir dənə like atın, abunə olun. Mən bugün 160 abunə inşallah olaram. İnşallah 150 abunə oldum. 150 abunə eləyəm takipçimə də mənə təşəkkür edirəm. Kimsə məni bot hesabına 160 abunə eləsə, ona da minnətdaram. Nəysə, gördüyünüz kimi dostlarım, 3 gündən ET dərəcə sezonumuz bitir və mən inşallah dünən 27 ulduz idim, 33 ulduzu kasmışam. Yəni axşam da kasacağam. Bunun üçün adam axtarıram 3 dənə. Bir dənə zəhmət olmasa ID yazın. Kim Free Fire oynayırsa bir də ID'sini yazsın. Nəysə, videoyu uzatmayacağım. İncə keçək yeni gələcək etkinliklərimizə. Hə dostlarım, gördüyünüz kimi gəldik yeni etkinliklərimizə. Bu Evo kasasıdır gördüyünüz kimi. Yeni gələcək Evo kasasımızda budur. Gördüyünüz kimi Groza, AK, UMP, bir də XM8 var. Yeni gələcək etkinliklərimizin birinci bölümündə. Nəysə, keçək ikinci bölümünə. Hə dostlarım, gördüyünüz kimi belə katanamız gəlir. Bu katana da güclü katanadır. Yəni özəllikləri də var. Gələndə də görərsiniz. Bu gələcək, düz deyirəm, noyabrın 1-i gələcək bu katana. Sonra keçək paltarımıza. Dostlarım, gördüyünüz kimi mumya paltarımıza gəldik. Yəni qırmızı zümrüd. Bu gələcək noyabrın 3-ü gələcək. Mən bilirəm noyabrın 2-si. Yox, noyabrın 1-i gələcək. Bəli. Bildiyiniz kimi katana göstərmişdim. O katana ilə bir yerdə bu gələcək. Bunun da özəlliyi var gördüyünüz kimi. Kit basanda özəlliyi var. Nəysə, belə bir setimiz var. Nəysə, bir dənə keçək sonraki etkinliyimizə. Yəni bu da bunun ikinci paltarıdır. Göy mumya. Bu da gələcək noyabrın 1-i. Bunların üçü bir yerdə gələcək. Sonra keçək üçüncü etkinliyimizə. Gördüyünüz kimi gəldik. ET dərəcədə usta olanda hansı profili verəcək? Gördüyünüz kimi dostlarım, bu profili verəcək. Bir də bu profili verəcək. Yaxınlaşdırım görəsiniz. Sonra keçək dördüncü etkinliğimiz. Dostlarım, Seçkin Usta'da yani Seçkin Usta yani 100 ulduzu kasanda belə bir palamız olacaq. Pala verəcək bizə belə bir Seçkin Usta'ya ulaşanda. Nəysə, keçək 5-ci. Dostlarım, gördüyünüz kimi ET dərəcədə kahraman olanda verəcəyi paltar da budur. Məncə pisdir, amma müftə paltar olduğu üçün mən kahramanı kasıb bu paltarı da alacağım. Nəysə, keçək 6-ya. Gördüyünüz kimi dostlarım, biraz pis görürsünüz. Bunun üçün də üzürlü sayın. Bu da pompalıdır. Elmas bir olanda pompalı verəcək. Gələndə daha görərsiniz. Mənim ekranımda pis görürsünüz. Nəysə, bunun üçün üzür istəyirəm. Keçək 7-ci etkinliyimiz. Gördüyünüz kimi dostlarım, ET dərəcədə birinci oyunumuzu oynayanda belə bir çanta verəcək. Çanta da məncə normaldır. Sonra keçək otomata. Otomatda da gördüyünüz kimi belə bir pompalı, ikili pompalı gələcək. Balaca pompalı da gələcək. Bu da əladır. Pompalarda ən qəşəyidir məncə. Gördüyünüz kimi bunun oğlan seti və ya da qız seti var. Keçək 8-ci etkinliyimiz. Gəldik. Gördüyünüz kimi pompalı oğlan seti və qız seti bir yerdə, üçü bir yerdə gələcək. Bunun üçün bir dənə sizlərlə birlikdə elmas, məncə buna basmayacağım. Şitdir. Pompalıya basanlar çox olacaq məncə. Nəysə, keçək. Gördüyünüz kimi etkinliklərimiz bitdi. İndi isə videomuzun sonuna gəldik dostlarım. Like atıp kanalımıza abunə olub bildirim zilini açmayı unutmayın. Nəysə, sağ olun, salamat qalın.